illərdə vətəndaşların bank kartı hesablarından pullarının oğurlanması halları çoxalıb. Hər gün belə xəbərlərlə qarşılaşırıq. Bu da ciddi narahatlıq doğurur. Müvafiq qurumlar problemlə bağlı mübarizə tədbirlərini nə qədər gücləndirsələr də, artırsalar da, dələduzlar yeni metodlarla insanların pullarını ələ keçirməkdə davam edir. Biz paytaxt sakinləri arasında da sorğu keçirmək qərarına gəldik. Görək, özləri və yaxud yaxınları belə neqativ hadisələrlə qarşılaşıblarmı? Ümumiyyətlə, kart hesablarını qorumaq üçün hansı tədbirləri görürlər? Gəlin öyrənək. Son vaxtlar yayğın olub bu hallar. Artıq mənim valideynimin üçün də olmuşdu. Yəni bank hesabına blok gəlmişdi. İndi də mənim kartıma da blok gəldi. Bilmirəm niyə olubsa bu. Yəni giriş eləyə bilmirəm. Telefondan giriş eləyə bilmirəm karta, amma istifadə eləyə bilirəm kartı. Yəni içindən məbləğ əksilməyib ki? Xeyr, məbləğ əksilməyib, amma istifadə eləyə bilirəm. Sadəcə telefonla giriş eləyə bilmirəm karta. Səbəblərini araşdırmısınız yoxsa? Xeyr, belə səbəbini araşdırmamışam, amma deyilənlərə görə bu aralar çoxsunun kartlarında elə problemlər baş verir. Belə başıma gəlməyib, amma eşitmişəm, sosial şəbəkələrdə falan da görmüşəm. Öz yaxınlarımın başına gəlməyib şükür. Mənə hər hansı bir bilmədiyim naməlum nömrədən zəng gələndə və yaxud da ki, mənim şəxsi məlumatlarımı soruşanda mən heç bir məlumat vermirəm. Əgər kartımda hər hansı bir problem varsa, bunu birbaşa banka getməklə bank əməkdaşları ilə həll edirəm və belə deyim də, son zamanlarda bu baş verənlərlə bağlı olaraq artıq mən telefonda özünü bank əməkdaşı kimi təqdim edən insanlara da inanmıram və bunu əyani şəkildə bankla həll etməyə daha üstün bilirəm. Xeyr, başıma gəlməyib, ancaq ehtiyat tədbirləri olaraq naməlum gələn zənglərə cavab vermirəm. Naməlum gələn müəyyən səs uyğunluğu ilə intellekt danışıqlarla gələn danışıqlarla danışmaq istəmirəm, söndürürəm və başqalarına da bu tövsiyə edərdim ki, tanımadıqları naməlum zənglərə cavab verməsinlər. Müəyyən linklər də olur ki, orada kart hesablarının kodları falan istəyirlər. Yəqin ki, onlara da qoşulur. Olur, elə linklər də olur. Mən şəxsən cavab vermirəm, o linkləri açmıram. Mənim yaxınımın başına gəlmişdi, yəni demişlər ki, yəni biz sizə bir link gələcək və Kapital Bankın işçiləri idilər. O da yaşlı adam idi, başı çıxmırdı. Həmin o linkə gələn kodu demişdi, bank kartına yəni küllü miqdarda borc çəkilmişdi. Yəni hələ bir pul da çəkilmişdi, ekstra olaraq borc da götürülmüşdü. Yəni bu haqda yəni polis orqanlarına müraciət etdi. İndi hal-hazırda xəbərim yoxdur, yəni pulu ala bildi, ala bilmədi. Yəni mənim də başıma şəxsən 2-3 dəfə gəlib, yəni neçə dəfələrlə mənə mesajlar gəlib, mənim başım çıxır deyəndə indi gənc nəsil olaraq da, yəni başım çıxır. Bəli, daxil olmuram həmin mesajlara. Çünki direkt olaraq bilinir ki, yəni fərqli nömrədən gəlir də və yaxud çox əlaqəsiz Hindistan nömrəsindən gəlir, ya Pakistan nömrəsindən gəlir. İnformasiya və kommunikasiya texnologiyaları mütəxəssisi Fərhad Mirəliyev deyir ki, kiber cinayətkarların istifadə etdiyi hücum vektorları təkmilləşməyə doğru gedir, mürəkkəb ssenarilər tətbiq olunur. Bundan başqa onu da qeyd etməliyik ki, bu sahəyə investisiya axında artıq neçə illər biz müşahidə aparırıq ki, yəni son dövrlərdə bu kiber cinayətkarlıq sahəsi çox cəlbedici sahə olduğuna görə, yəni mənfəət baxımından. Burada mənfəət də belə deyək də hər il, ötən il daha çox artır və proqnozlaşdırılır ki, bu rəqəmlər dinamik olaraq gələcək illərdə də artacaq. Müsahibimiz vurğulayıb ki, vətəndaşlar arasında aparılan maarifləndirilmə əslində zəifdir, hələ çox geridəyik. Ona görə məlumatlandırılma daha da gücləndirilməlidir. Çünki kiber cinayətkarlar fərqli variantlarda insanları aldatmağa nail olurlar. Maliyyə bazarlarına çıxış, investisiya platformalarına yatırımlar etmək və bu xırda yatırımlar vasitəsilə bir müddətdən sonra böyük pullar götürmək, varlanmaq kimi məsələlər ola bilər və yaxud da biz sosial şəbəkələr vasitəsilə hansısa bir reklamlar görə bilirik ki, misal üçün kommunal ödənişlərin həyata keçirilməsi zamanı və yaxud da cərimə ödənişlərinin həyata keçirilməsi zamanı və yaxud da ədəvinin bir neçə qatının geri qaytarılması məsələsi. Artıq kiberdələduzlar süni intellekt vasitəsilə də işlərini asanlaşdırıblar. İnsanların xəbəri olmadan onların foto və ya video görüntülərini hansısa hərəkətli, səsli animasiyalarını hazırlayırlar, təqlid edirlər. Artıq çağrı mərkəzi rolunda da süni intellektdən yararlanırlar. Beləliklə vətəndaşların inamını qazanırlar. Mütəxəssislər hər kəsi ayıq olmağa çağırır. Zərintac Mayız qızı, Təbriz Qoliyev, Heydər Həsənli, Missiya TV.